Hörmətli tamaşaçılar, əziz dinləyicilər, deməli bugün bizim müsahiblərimiz Qərbi Azərbaycanın Qarabəyaz mahalının Keşkənd rayonunun Qarabəyaz kənd sakinləridir. Talib Məmmədov, Vaqif Nəcəfov, İbrahim Nəcəfovlardır. Bunlar hər üçü Qərbi Azərbaycanda dünyaya göz açmış insanlardır. İndi onların bir təəssüratı haqqında danışmaq istəyirik ki, görək onların nə təəssüratı var, yadlarında qalan hadisələr, o yerlər haqqında məlumatlar, nələr varsa, yadlarında qalıbsa, bunlar haqqında bir söhbət edək və keçmişimizi, bizim dədə-baba yurtlarımızı, doğma el obamızı bir yada salaq. Halbuki ki, siz nə vaxt və hardan olmuşsunuz? İlk öncə mən hamını salamlayıram. Ben anadan olmuşam 1957-ci ilin 15 noyabrında Qarabəyaz kəndində. Orada doğulmuşam, orada boya-başa çatmışam. Kənd yadınızda necə qalır? Bu kənd? O kəndin yadımızda çox şeyler qalır. Yəni o heç vaxt bizim xatırımızdan çıxmaz, yaddaşımızdan silinməz. Ora belə necə deyim, həddi hüdudu olmayan bir yerdir. Çünkü ora bizim doğma vətənimizdir. Yox, nə mənada hüdudu? Yəni gözəllik baxımından. Gözəllik baxımından, insaniyyətlik baxımından. Yəni bilirsən biz orada necə tərbiyə almışdıqsa böyüklərimizdən, indiki bu dəqiqənin özüdən mən o bizdən böyük, məsələ mənim böyüklərim orada Rəsul kişi idi, Məhəmməd müəllimin atası, İbrahimin atası Hüseyin kişi idi, qardaşım Sultan idi. Ondan keçdi, kəndin ağsaqqalı var idi, məsələ böyükləri var idi, Xudəmədəd kişi, Ramazan kişi. Onlardan biz tərbiyə almışdıq. Mən hələ onların yanında bir dəfə də olsun ailə uşaq adı çəkməmişim. Qalıb ki, nə vaxta qədər orada yaşamışsınız? Hansı neçənci ilə qədər? 1981-ci ilə qədər. Bəs ondan sonra? Ondan sonra köçdük gəldik Şahbuz rayonundan, Naxçıvan Şahbuz rayonundan. Orada yaşadık. Orada yaşamışsınız, yəni müddəti. Amma yaşasanız da yəqin ki orada sizin qohumlarınız, qohum əqrəbi orada var idi və orayla əlaqəniz var idi, elədirmi? Bəli, bəli. Böyük qardaşım Sultan oradaydı, böyük qardaşım Musa oradaydı. Onlara münasib, onlara səbəb mən də gəldim oraya bu kəndə, orada yaşadım bir müddət. Vaqif, sən nə deyə bilərsən? Yadında nə qalır o kənddə? Bax, siz yəqin ki oradan çıxanda müəyyən bir yaş həddinə çatmışdınız. Yəni o insanların yaddaşında bir şeylər qalmışdı. O nə qalıb yadında o kənd haqqında? Ben de bütün Qarabəyaz cəmaatını salamlayıram. O kənd haqqında çox şeylər yadımızda qalır. Onun gözəl təbiəti, əsrarəngiz təbiəti, oranın insanları, oranın ağsaqqalları, hamısı çox gözəl yaddaşımıza həkk olubdur. Demək olar ki, bütün uşaqlığımız orada keçibdir. Yəni 8-ci sinifə kimi orada keçibdir. Sonra da get-gəlimiz olubdur. Ancaq əsas 8-ci sinifə kimi, yəni hər bir şey yadımızdadır. Ağsaqqalların bizə danışdıqlarından, sonra onların orada bütün əvvəldən çəkdiyi əzablardan, əziyyəti, ermənilərin onlara verdiyi əzabdan, əziyyətdən danışırdılar. Yəni onlara heç vaxt rahatçılıq verməyiblər. İstər rayona gedəndə, adicənə məsələn biz özümüz balacaydı, rayona gedəndə haradasa bir sıxıntı ilə, bir iki nəfər olanda görürdün ki, haradasa səni sıxırlar, səni incidirlər. Düzdür, davadalaş o qədər də olmasa, amma görürdü ki, sıxırlar da. Yəni rahat gedib gəlmək yox idi. Sonra ən əsası da bizim oradan rəhmətli atam Rəsul kişi oradan köçəndə, yəni hamı məəttəl qaldı ki, bunun köçmə səbəbi nədir oradan köçürdü? Elə bir gün içində gəldi ki, köçürük. Sonra biz ondan öyrəndik ki, bəs nəyə görə köçsən? Rayonda iclas idi, bunlar iclasa getmişdilər. Bəs dedi ki, katib mənə dedi ki, bəs sən getmə, axşam qal bizdə, sabah gedərsən. Nəsə deyir, axşam qaldıq bunlarda, gəldik bunlara. Deyir, qapıdan içəri girəndə onun balaca nəvəsi vardı, qapıda oynayırdı. Deyir, ona qayıtdı ki, kirvəm gəldi. Deyir, nə qəd elədi? Dedi, yox, Türk gəldi.
Yəni o uşaq, o balaca uşaq demədi ki, Kirvən gəlir, dedi ki, Türk gəldi. Sonra deyir, oturduq, yedi, içdi. Nəsə gecə saat 3 radələr beləsinə olardı. Deyir, dedi ki, Kirvə, qoy mən bir dənə baxım görüm, arvad uşaq yatıb yoxsa yox. Deyir, orada evdə də deyir, arvadına deyir ki, bizim yerimiz onların Aynəbəndi çox böyüydü. Dedi, lap o başdan sal bizim yerimizi. Deyir, yoldaşı da qayıtdı ki, bəs niyə içəridə kravatda var? Dedi, yox, Aynəbənddə o yuxarı tərəfdə sal. Deyir, yerimizi orada saldı. Gecə bir yarısı dedi, qoy gedim görüm, arvad uşaq yatıb. Nəsə getdi, gəldi, dedi, yatıb. Deyir, dedim ki, bəs arvad uşaq var, dedi, yox, onlar eşitməsə yaxşıdır. Deyir, otluq elə ikimiz də böyük yerimizi salmışdı. Deyir, mənə qayıtdı ki, Kirvə, gəl sən burada vaxtında get. Yəni, burada hazırlıq gedir. Burada bir şey olsa, birinci sənin qapını kəsəcəklər. Deyir, dedim, niyə? Deyir, dedim, bəs burada hazırlıq gedir. O fond var, biz oraya pul keçirdirik. Burada, yəni, hazırlıq gedir. Buranın axırı yoxdur. Bizim də münasibətimiz yaxşıdır. Mən istəmirəm ki, burada sənə nə olsun, nəsə olsun. Gəl sən buradan vaxtında çıx get. Yəni, buranın axırı yoxdur. Deyir, çox şeylər danışdı. Sonra da səhər durduq, gəldik, qayıtdı ki, adam dedi ki, bəs biz köçürük. Niyə dedi, yox da istəmirəm, köçürük. Bütün kəl, bütün qonşu kətlər, hamısı dedi ki, sən ağsaqqalsan, sən bir kəndin ağsaqqalı, qurucularından birisən, niyə köçüb gelsən, dedi, yox, gedirəm. Nəsə oradan köçdük, gəldik Şəkiyə. Bir neçə müddət sonra həmin o adamın dostları ermənilər ora qonaq gəldilər. Gəldilər, orada da baxdılar, elədilər, söhbət elədilər. Sonra Sumqayıt hadisələri olanda həmin onlardan biri atama zəng eləmişdi ki, qardaş, Kirvə, bəs sən gördün, yəni mən sənə deyirdim ki, buranın axırı yoxdur, yəni sizinkilərdə günah yoxdur, bunların hamısını bizimkilər eləyirdi. Yəni o Sumqayıt hadisəsini də bizimkilər eləyirdi. Yəni ona görə atama deyirdi ki, buranın axırı yoxdur, vaxtında sən buradan çıx gəl. İbrahim, sən orada doğulmuşsan da, elədirmi? Bəli, mən 1978-ci ildə iyun ayının 22-sində orada doğmuşam. Orada böyümüşəm. 89-cu ilə kimi orada yaşamışam. Nənəmlə yaşayıb qalırdı orada. Nə yadında qalıb? Bax, o kətlərin bəlkə bir yeri, bir bulaqlar, bir dağlar, nə yadında qalıb? Bax, indi sən çıxanda orada təqribən bir 10 yaşın, 8 yaşın belə olan bir vaxtlar var. Orada mənim yadımda qalan Ağyalan yadımda qalıb. Çünki nənəm sonxozda sağınsı işləyirdi, həm də öz heyvanımız, malımız çox idi deyəm. Həmişə qoyun otarmağa, mal otarmağa, sonxozun heyvanını sağmaq üçün nənəm gedirdi. Yadımdadır, çay yurt yadımdadır, yal yurt yadımdadır, düz sənə. Yəni, kətdə hamısı da yadıma gəlir. Allah öləndən hamısına rəhmət eləsin. Rəhmətli Siyafər nənəm var idi. Tabiamın bibisidir. O danışırdı, söhbət edirdi. O vaxtı biz də balacaydıq, gəlirdi bizdə, dədəm gətirirdi, qalırdı bizdə o. 20 gün, 1 ay belə. Axşamlar hər gün söhbət edirdi o haqda, 1905-ci ildə. 5-ci, bilmirəm neçənci ilk təvəllüddə idi o arvad. 18-ci ildə qalsa ermənilər cəmaata qaşqınlıq verəndə, onda o arvad o vaxtdan söhbət edirdi. O vaxtı mənim babam, elə bir ki, atamın anası da, Tamaşa nənəmin atası, ondan danışmağa o yadıma gəlir. Deyir ki, o vaxtı mən balaca qız idim, nənəm danışırmış, Tamaşa nənəm. Bunlar da eşitmirlər da, ondan yadımda qalır. Tamaşa nənəm deyirmiş ki, mən balaca uşaq idim, əmimlə, dədəm dedilər ki, qızım, çıx damın üstə oyna. Deyir, mən çıxdım damın üstə oynayanda, o vaxtı da damlar deyir, yerdən imiş. Ev damlarında. Ev damlarında. Onların deyir, buxarası var idi, içəridə yanan şey, bacası, süsü oradan çıxırmış. Deyir, oradan baxdım ki, belə sarı-sarı qəpiklər düzdülər, oradan gün düşürdü evin içine. Sonra yığdılar bir dənə küpüyə, üstünə də bir kəmər qoydular. Deyir, mən də uşaq idim, başa düşmürdüm onların adı. Deyir ki, qızım, soyuqdur, qaş gəl. Mən oradan gəlincə deyir, o küpəni haradasa evdə bir rahat yerə qoydular da. Atam deyir, əsgər kişi tacirmiş o vaxtı. İrandan gedirmiş, ipək parça, nə bilimlər, gətirilmiş, satılmış, buradan deyir ki, alırmış, aparmış İranda satılmış.
Və gəlinci harasa qoydularsa qoydular. Üstündən deyir 2-3 gün keçmişdi. Dedilər ki, qarsaqanlar gəlir. Yəni, arvad dediyi yandılar. Qaça qaçdı, qaçırıq. Hər il deyir yaz ağzı, biz taxıl, buğdan filan əkirdik. Bütün vaxtı gələndə deyirlər ki, nədir, ermənilər gəlir, qaçırlar. Deyir, dədəm durdu, ipəkdən şaldan mənim belimə, öz belimə sarıdı. Gətdi, bizi qoydu Gəncəyə. Deyir ki, qızım, siz burada qalın, mən bir kəndə gedim, gəlin. Deyir, mən indi başa düşürdüm ki, o vaxtı o pulun dalınca getdi ki, oradan pulları gətirə. Ondan sonra deyir, dədəm getdi, gəlmədi. Hələ ki, deyir ki, o vaxtda kimi dədəm, mənim atam danışırdı, deyirdi ki, nənəm elə həmişə deyirdi ki, itkin dədəm. İndi o getdi, pulu çıxardanda deyir, onu tutdular, öldürdülər, yoxsa gələndə yolda tutdular, öldürdülər, nəsə deyir, o bilinmədi. Yəni görürsünüz də, bu belə çıxır ki, bu ermənilər ömür boyu, yəni əsrin əvvəllərindən, bunlar burayı məskunlaşandan sonra daimi insanları hələ bir cürə çıxardıqlar da. Birini köçürdüklər, birini çıxmağa məcbur ediblər, birinə başa salıblar ki, belə olacaq, könüllü çıxsın, geçsin və belə insanlar deportasiya olunaraq istə-istə hamısı çıxıblar, gediblər. Hələ son vaxtlar bir söz də deyim, Həmid müəllim. Son vaxtlar dədəm deyirdi ki, biz bizə böyümüşdük, mənim Rəsuləmin bir də dədəmsi. Yəni, bacılar azadı olmuyor. Atalar da atamın 3 yaşında olanda rəhmət edib. Yetimçiliklə böyüyüblər də. Deyir, biraz böyümüşdük də, biz yaxşıydıq. O həmin ki, o vaxt ki, ermənilər var idi. Orada deyir, bir arvad vardı, arvadın adı yanına çıxıb, erməni arvadı idi. Gəlib həmişə tamaşalarıma deyirmiş ki, sən qızılın yerini denərsin, evinin sardaydı, harda şeydir. Gəlsinlər, bir ösküz kəssinlər, dədənə ehsan versinlər, uşaqlarla geçsinlər, çıxarsınlar, sizə də versinlər, bizə də. Deyir, əmin Rəsul əmin, nə qədər nənəm üstün kəsilmiş, nənə yerini denə, deyir, nənəm demirdi, tamaşa nənəm demirmiş ki, deyərəm, ermənilər sizi öldürər. Onu heç vaxt deyib demədi, qaqam nə qədər deyir, üstün kəsdi, əmin, nənəm tamaşa nənəm yerini deməmiş ki, ermənilər öldürər uşaqlar. Çünki o vaxtı qorxuluydu, hamı, yəni güc qüvvət onlardaydı da, bizdə indi biraz da uzqar kəndlər idi. Tabii ki, siz deməli Naxçıvana köçdünüz, orada işləyirdiniz, elədirmi? Sonra bu 88-ci ildə, 88-ci ildəki cəmaatın sonuncu deportasiya olundu. Bu deportasiya olunanda Dərəl Mahalının Keşkənd rayonu ərazisində Azərbaycan kəndləri vardı. Deməli, orada sırf Azərbaycan kəndləridir. O cəmaatın oradan çıxarılmasında sizin çox böyük əməyiniz olur. Bax, o barədə nə danışa bilərsiniz? Necə oldu? Necə bir dedilər? Siz ora kim göndərdi? Niyə getdiniz? Cəmaatı necə çıxartdınız? Çıxardanda nələrlə üzləşdiniz? Bax, bu təəssüratlarınızı danışın ki, insana görsünlər ki, insanlar hansı əzab, əziyyətlə oradan çıxartdılar, qoydular. Bəli, Məhəmməd müəllim, çox düzgün vurğuladınız, çox belə toxunulan yerə toxundunuz. Bəli, mən orada 82-ci ildən avtokalon deyilən bir yerdə işləyirdim, çalışırdım mən. Oradan keçmiş Sovetlər Birliyinin hər toçkasına, hər yerinə, bütün şəhərlərə reysə gedirdik. Mənim də maşınım Kamaz idi, xaladelnik idi. Gəldi, o vaxtda çıxdı ki, 88-də qaçqınlıq olanda cəmaatı ki, belə sıxdılar, sıxışdırdılar, incitdilər. Onsuz da biz Bakıdan Naxçıvana gələndə İrəvanın içindən, mərkəzdən gəlirdik. Yolda izdə sataşırdılar. Özləri də belə adi insanlar da sataşırdı. Dövlət işçiləri də, polislər də, yol polisləri də, hamısı sataşırdı. Nəysə işləyirdik da, gəldi 88-də bu hadisələr baş verəndə mənim də bacım, qohum, qardaş, hamısı oradaydılar. Cəmaatın maşına yığanda mən qapını açdım, yəni indi mənim maşını yüklüydülər. Da indi özü minə bilməyəni götürürdülər belə ermənilər, saqqallılar, belə tulluyurdular. Hə, o polislərin yanında saqqallılar da vardı. Hə, saqqallılar avtomatlı da, heç kimlə saya salmırdı, elə bir ki, bütün palajeniyə onlar baxırdı, sanki. Nəysə, o Səhin arvad var idi, İbrahim nənəsi.
Bunu hələ ki geri qabağa belə tullayanda vicdanıma sığışdıranmadım da. Dedim bunu gözləyirdiniz ki gavurlar sizin başımıza qoyunacaq. Onda Naçarnik Qayı Bağlayan vardı, mən yaxşı tanıyırdım. Çünki mənə orada sürücülük vəsiqəsini vermişdi. Nəysə, bu gəldi mənə bir şillə vurdu. Şilləni vurdu, məni apardı, saldı Kamadın kabinkasına. Dedi, Şanvort, köpək yolu yanır, düşmə yeri, düşsən səni saqqallar güllələyəcək. Oradan cəmaatı yığdıq, da o vayinlə düşdü qabağa, arxadan, qabaqdan gəldik. O qabaqlının Perivalı deyilən bir yer var. Orada mənlə maşının təzə maşındır, təzə Kamadda. Təsəvvür elə ki, polmu adam yığılıb, bəlkə yalan olmasa 150-200. 12 metrəlik böyük dağlar. Bəli. Bütün maşınlar hamısı elə. Bəli. Qabaq, arxa ferçikalar var idi, bacalar. Onları açmışdı. Maşın gelirdi, sanki o televizorda kinoya çəkirlər, paravoz belə buraxa, elə paraya. Ki, cəmaatın nəfəsi... Nəfəsi çöldə baydır, soyuq. Nəysə, bu Perivalı qalmadı maşın. Qoşduq tanka, tank çəkdi, fırladı, çevirdi üzünü aşağı. Rəhmətli Ramazan kişi oradan bacadan dedi, bizi aparırsan, yandıracaqlar bizi ölümə aparırsan, hara aparırsan bizi qaytardın geri. Dedim, maşın çıxmadı, narahat olma. Mənim maşınımı Vayin ilə bir də o rayonun polisləri ilə gətirdilər. Raisbalkon, belə də o komsomolun birinci katibi zadı, oğazlarla, kalonla da gəldi. Həsən kəndi deyilən, yəni onların dili ilə desək Şadi, bizim dillə desək Həsən kəndi. Orada şlamban qoymuşdular. Məni buraxmaq istəmədilər. O kənd cəmaatı ermənilər bağlamışdılar yolu ki, türklər ölməlidə biri sağ çıxmamalıdır. Amma orada Arzumanyan Telman mənə dedi, 06 ilə yanımda durdu, dedi, ərəb, vur sür. Mən də dedim, yargımın cəmaatı deyil, qabağa çıxanları vursun, mən də sürdüm bunların üstünə. Nəysə, gəldik, Keşkəndlə belə fırladılar. Gəldik Keşkənddə Zafraqqanın yanında, bir də orada qabağımızı kəstdilər. Orada da yəni bir cığır açdılar, sürdüm üstlərinə, ora, bura, nəysə çıxartdım cəmaatı. Gəldik Cemik yolunun üstündə, hansı ki orada yol ayrılacaq Naxçıvana. O yola kimi da, yəni odunun yalovla boğuşa gəldik da. Buradalar şüşə qırıntı doldu gözümə, daşla, nə bilim, armaturla, əllərinin nə gəldi, çıxırdılar maşınları. Nəysə gəldik, gətdi, orada bizim həmin rayonun, o Keşkəndin rayon polis işçiləri təhvil verdi Vayinliyə. Oradan mənim maşını qoşdular Kalona. O Kalondan o cəmaatı gəldi. O Kalonun orada gözləyirdi. O Kalon məni orada gözləyirdi. Mən Vayinli də var yanımda. Maşın BMP'nin biri mənim dalımcıya. Gəldi orada birləşdirdilər, oradan cəmaatı o zulmünün getdik, çıxartdık. Bax, indi siz danışanda mən sizin kövrəldiyinizi gördüm. Çünki mən canlandım ki, həmin hadisə sizin gözünün qabağında elə indi canlandı. Doğru mu? Yəni o əziyyəti siz necə görürsünüz? O əziyyəti mən heç vaxt bağışlamadım. Gör üstündən neçə illərdə, başqa 40 ildən çox vaxt keçib, amma o hadisə yenidən canlandı. Sizin gözünüz qarşısında siz görürdünüz. Mən əsgərlikdən 78-də gələndə, hələ orasını deyim, 78-dən gələndən mən onlardan bir yedim, 5 gördüm. Çünki biz orada Vayankamatda, əsgərlikdən gələn gedib Vayankamatda uçurda durmalıydı. Mən yedirdim orada uçurda durmağa məsələ. Orada məndən əsgərlikdən gələnləri orada Vayankamatda Türk deyirdilər mənə. Hələ Türkü belə. Yəni orada məsələ şoför işləyirdi, motor da xarab olanda aparırdıq rayonda onu təmin elətdirməyə. Orada da məsələ araseçilik qoyurdular. Türkü motoru qoyub yana bizimkini yiyib sonra Türkü motoru yığarsan, bax belə. Yəni bilirsiniz, əslində ermənilər burada çox şeylər deyib, amma bir şeyi həmişə düzünü deyiblər, elə öz adımızı deyiblər Türk kimi qiymətləndiriblər.
Bax, indi düzdür, bu hadisələr olub, üstündən xeyli zaman keçib. Bugün dövlətimiz, bugün prezidentimiz apardığı siyasət nəticəsində indi bir qayıdış proqramı var. Bu qayıdışla bağlı insanlar öz doğma ata-baba yurtlarımıza, yəni qayıtmaq fikrindəyik. Bax, bugün də qayıdış olsa, siz o hadisələri görən bir insan kimi ora qayıdarsınızmı? Qayıtmaq yəni fikrinizdə varmı? Gedərəm ki, iməkliyə gedərəm ona. Bir. İkinci də ona görə arxalanıram ki, mən bilirəm ki, mənim arxamda bir dəmir yumruq var. İnşallah, inşallah. O, İbrahim, siz o dəmir yumruq onların başının üstündədirsə, deməli mən ora qayıdacağım. İnşallah. İbrahim, siz biraz daha gəncsiniz, daha belə. Bax, nə fikirləşirsiniz ki? Bax, bugün bizim o yadınızda qalan o yurtlarımız, o torpaqlar, ora bugün qayıdarsınız, gedərsinizmi? Yəni könüllü, bir var məcburiyyət yox, könüllü, ürəkdən. Yox, təbii ki, indi məcburiyyət yoxdur, hamı könüllüdür. Əlbəttə gedərik, çünki mənim valideynlərim, atam, əmim, onlar hamısı bu orada paya boşasa üzr istəyirəm. Yox, çox təbiidir, çox normaldır. Ən azından evimizə gedərəm. İnşallah, Mənə inşallah. bir nə çəkərəm. Belə. Və bunlar hamısı bir vətən sevgisidir, bir vətən duyğusudur, insan duyğulanır, o günləri, o keçmişləri yadına salır. Hər bir insanda o duyğu yoxdur ki, tutaq ki, keçmişin danışanda bir kövrəlsin, o günləri yadına. Bunlar hamısının bizim nə qədər öz torpağımıza, öz dədə-baba yurtlarımıza, öz doğma torpağımıza bağlılıqdır. Bu bağlılığın nəticəsidir insanlar belə. Vagif, sən nə düşünürsən? Üzr istəyirəm, bir dəqiqə. Buyur, buyur. Mən dədəm deyirdi ki, deyirdi o kəndlərdə nə qədər o yaylaqlara, bulaqlara gedən yollar, hamısı qalın deyirdi, onunla günən asıb o yollar. Əlbəttə gedir. Vagif, sən nə düşünürsən? Bax, indi siz müəyyən bir yaşınız var, 60 axlayırsınız. Başın öz övladlarınıza, uşaqlarınıza heç o yerlər haqqında bir danışırsınızmı ki, o yerlər necə idi, nə idi? Bugün tutaq ki, ora bir qayıdış olan dediyimiz kimi, uşaqlar ora getmək bir fikirləri varmı? Bilirlərmi bunların ata-baba yurtları haradır, nədir? Doğulduğu, atasının doğulduğu, babasının